Neydi ha? Oynuyor zaten. O diye de var. Ama az boşmalı. Bana göre bu kadar. Kanım bak, ne dedin lan sen? Tam sabır hareket edelim ha. Ne ona bak. Bana bakın. Ne var ya burada? Ne var sana? Hadi dur aç ya. Öldüm ha. Gün ne kadar zolda məşq elədi ya Allah. Vay yuxusudan gözüm yadım ağrı. Gedim yatım. Vay bu nədir? Ölüm başım ağrı ya. Gedim rahat yatım ya. Bilirsin. Öldüm ha. Nədir? Ay da paydanım ne kadar ağır elə. Yatım İbrahim. Bir dənə əla mahnı tapmışam. Girim onun qoşum nəyi var oynayayım he. Burada deyəsən qardaşım da evdə yoxdur. Vır çatlasın çal oynasın. Mahnını boşarım ya. Ben mahnımı tapdım. Bandıda tuvalet ne var? Koyun bunlara yatağa. Allah Allah. Yarış fidanmış yalan, Yarış fidanmış yalan, zile parmazmış yalan, zile parmazmış yalan. yarış fidanmış yalan. Allah Allah. Söndürün de ne oluyor? Akay pecir ahuzan, Akay pecir ahul zaman, ringi sirir aşılsan, ringi sirir aşık zaman. akay pecir ahuzan. Satı yapıyor abi bunu. Söndürün abi. Akay pecir ahuzan, Satı yapıyor abi bunu. Söndürün abi. Allah. yarış fidanmış yalan. Ringi sirir aşık zaman. Abi. Abi ne yaparsın? Ay yapabilirim böyle. Ay koyun olur. Allah'ım koyun yapabilirim. Ay söndür. Ay söndür. Abi söndür yapmak değil. Yüzünü maskahsa değil, Geri başka Ne oldu böyle ya? Gel bırak şimdi. Oraya bak. Salam əziz izləyicilər, gördüyünüz bu obyekt icarəyə verilir. Cəlilabad rayon Babək küçəsi 103 Narıncı Makirin yanından İran bazarına gedən yolun üstündə yerləşir. Yəni hər bir şəraiti var, sanitar qovşağına kimi var. Giriş qapısı da burdandır. Tam remontludur və onu da deyim ki, sahibi tərəfindən bütün sənədləri qaydasına salınır.
Hal-hazırda gördüyünüz kimi burada gəlinliklər satılır. Amma buranı kim icarəyə götürsə, həmin gün bu obyekt boşaldılacaq. İndi operator bir dənə zəhmət olmasa buyur buraları çək. Bax gördüyünüz kimi burada ikinci qapısı da var. İşıqları belədir. Yerdə gördüyünüz kimi kafel döşənir. Və orada gördüyünüz yerdə isə buranı icarə götürüldükdən sonra ora açılacaq. Yəni obyekt daha da genişlənəcək. Və bu obyektin içində qadın gözəllik salonu və sanitar qovşağı da var. Buyurun gedək çəkək, göstərək olanda. Gördüyünüz kimi sanitar qovşağı buradır. İndi isə gözəllik salonuna tərəf gedək. Əziz izləyicilər, sanitar qovşağını göstərdik. İndi isə keçək gözəllik salonunu göstərək. Gördüyünüz kimi gözəllik salonu buradır. İçində hər bir şey var. Oturmaq üçün stolları var. 3 nəfər burada ayrı-ayrı gözəllik işləri ilə məşğul ola bilər. Burada saç yumaq üçün ayrı bir avadanlıq var. Və burada da dırnaq ustaları üçün yer var. Kondisioneri var. Gördüyünüz kimi kamerası da var. İsti soyuq sular da var. Onu da qeyd edeyim. Əziz izləyicilər, gözəllik salonunu çəkdim, göstərdim. Kim istəyirsə buyurub gəlib baxa bilər. İndi keçək digər məsələyə. Digər məsələ isə bundan ibarətdir ki, gözəllik salonu üçün ayrıca pul ödənilməyəcək. Yəni bu iki obyekt bir icarə fonunun içərisindədir. Və gördüyünüz buradakı bütün gəlinliklər buraya icarəyə götürüldükdən sonra hamısı boşaldılacaq. Əziz izləyicilər, bunu da qeyd etmək istəyirəm ki, gördüyünüz bu obyekt həm gözəllik salonu, həm də gəlinlik studiyası kimi fəaliyyət göstərir. Bunu da qeyd edim ki, bu obyekt hazır biznesdir. Yəni buranı həm gözəllik salonu, həm də gəlinlik studiyası kimi icarəyə götürmək istəyənlər qazanacaq. Yəni əlavə xərcə girməyəcəklər. Əziz izləyicilər, gördüyünüz bu obyekti başqa bir iş üçün icarəyə götürmək istəsəniz əgər, gördüyünüz buradakı hər şey boşaldılacaq. Əziz izləyicilər, obyektin bütöv içini göstərdik. İndi isə gedirik çöldən çəkiliş etməyə. Əziz izləyicilər, indi isə obyekti çöldən çəkiliş edirik. Gördüyünüz kimi burada əlaqə nömrəsi var, salonla əlaqə və bu nömrənin WhatsApp-ı da işləkdir. Və gördüyünüz kimi belə hazır reklamlar da var. Nur Studio fəaliyyət göstərir. Burada İran bazarının yoludur, gördüyünüz kimi. Bu gördüyünüz yol İran bazarına gedən yoldur. Ünvanı da Stadion küçəsinin sonunda. Küçənin adı isə Babək küçəsi 103. Buyurub gəlib baxa bilərsiniz. Allah hər kəsin xeyrin versin.